Avropada magistr oxumazdan əvvəl hansı proqramları, bilikləri ilkin olaraq öyrənmək lazımdır? Material nəzəriyyəsi və istehsalat prosesini ilkin olaraq bilməlidir. Buna bağlı çoxlu kitablar var. Bunları internetdə tapa bilərsiniz və alıb oxuya bilərsiniz. Amma onu bilməlisiniz ki, ingilis dilində, universitetdə bu biliklərə sahib olmadan bunları öyrənmək və s. bu həqiqətən çox uzun bir prosesdir və yorucudur. Storytelling dedikləri hekayə izah etmə bacarığı olmalıdır. Siz bir layihə hazırlayırsınızsa, məsəl üçün Polimedə bizdən istəyirlər ki, biz sadəcə təqdimat deyil, video hazırlayaq. Məsəl üçün prototip və təqdimat bu ilkin gələn hissədir, amma təqdimatın özünü belə hazırlamaq həqiqətən bir qabiliyyət tələb eləyir, düzgün təşkilatçılıq tələb edən prosesdir. Ən önəmli bacarıqlardan biri də təbii ki, ingilis dilidir. İngilis dilinizi çox yaxşı səviyyədə bilməlisiniz. Daha çox əslində mənbəsiz tapa bilərsiniz. Siz öz bazanızı, biliklərinizi zənginləşdirmiş olacaqsınız. Fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videonu bəyənməyi unutmayın. Öpdüm. Hələlik.